Deməli uşaqlar, ədəd keçəndə dedik ki, qüvvətlendirici ədədləri keçəndə bir dənə düz sözü haqqında danışmaq istəyirəm. Düz sözü müxtəlif nitq hissələri olaraq sizin qarşınıza çıxa biləcək. Birincisi ola biləcək isim kimi. Məsələn, burada çöl düz mənasını ifadə edir. Çıx yaşıl düzə, çölə düzə mənasını. İkincisi sifət kimi işlənir. Sifət kimi işlənəndə doğru mənasında. Məsələn, deyirəm ki, düz söhbət. Üçüncüsü işlənə bilər zərf kimi. Özündən sonra feil gəlməlidir. Düz danış. Bir də işlənə bilər ədad kimi. Düz məsələn, ta ki deyirəm, lapla əvəz edə bilirəm bu zaman. Və ədad kimi qarşına çıxacaq. Sonra uşaqlar, belə sözü var. Belə sözü iki nitq hissəsi olur. Ona görə də bunu çaşdırmayın. Çünki ən çox da incə məqamlardan biridir deyə sual kimi gətirib çox vaxt bunu salırlar. Belə sözü ya əvəzliyi olacaq uşaqlar, ya da ədad. Başqa şey ola bilməz. Niyə başqa şey ola bilməz? Bunu deyəcəm sizə. Niyə çaşdırırlar sizi? Əvəzli kimi olanda bu həm zərfə əvəz edir, həm də sifətə əvəz edir. Baxın, zərf və sifət olur demirəm ha. Zərfi və sifəti əvəz edir əvəzli kimi. Məsələn, belə otur deyirəmsə, burada belə əvəzli zərfi əvəz edibdir. Belə şagird deyirəmsə, burada, yəni özündən sonra gələn sözlərə təbii ki, fikir verəcək. Belə sözü nəyə əvəz edib? Sifətə əvəz edibdir. Sizə deyəcək ki, hansı cümlədə sifət işlənməyib. Gətirib bunu belə bir formata salacaq. Sən də sual verəcəksən ki, öz aləmində bunu sifət biləcəksən. Sonra hansı cümlədə zərf işlənməyib, yenə bunu bu cür salacaq və sən də sual verəcəksən və öz aləmində bunu zərf kimi götürəcəksən. Yenə deyirəm, bu nitq hissəsi, belə sözü həm əvəzi, həm də ədad kimi ola bilər. Bəs ədad kimi necə qarşımıza çıxa bilər? Məsələn, deyirəm ki, hətta çaşdırmalı söz oyunu quracaqlar. Deyirəm ki, Həsən belə danışmadı. İndi uşaqlar, bunu sizin qarşınıza necə gətirəcəklər? Yaza bilmədim cümləni axıra qədər. Biri var, deyəcəm ki, Həsən belə danışmadı. Yəni, bu cür danışmadı deyəcəm, olacaq əvəzlik. Bir də deyirəm ki, Həsən belə danışmadı. Yəni, hətta ilə bunu əvəz edə bilərəm. Hətta Həsən danışmadı. Bu zaman isə nə olacaq bu? Ədad. Yəni, deyə bilər ki, hansı cümlədə bir sözü müxtəlif nitq hissəsi kimi düşünə bilərik. Bu sözlərə xüsusilə fikir verirsiniz. Belə sözlə cümlədə sual verə bilsəm, olacaq əvəzlik. Yox, onu hətta ilə əvəz edə bilirəmsə, olacaq nə? Ədad. Yəni, buna diqqət yetirirsiniz.